Növbəti reportajımız Lənkəranı şərq dünyasına tanıdan Şeyx Zahid Gilani türbəsi barədədir. Böyük sufi alimi həm də Azərbaycan hökümdarlarından birinin ulu babasıdır. Söhbət kimdən gedir? Bu barədə əməkdaşımız Pərvanə Məhməd qızı danışacaq. Lənkəranda Şıxıkəran kəndinin adı çəkiləndə Şeyx Zahid türbəsi yada düşür. Buranı ziyarət etmək üçün hər il şərq ölkələrindən xeyli qonaq gəlir. Dünyanın ən məşhur sufi ocaqlarından da Şeyx Zahid türbəsi. Dövrünün ən nüfuzlu sufi alimi hesab edilən Seyyid Cəmaləddin'dən öyrəndikləri əsl adı Tacəddin İbrahim olan şeyxi zahidlik mərtəbəsinə yüksəldi. Böyük irfan alimi türk, ərəb, fars, gilək və qədim pəhləvi dillərini mükəmməl bilib. O, talış və gilək dillərində yazdığı şeirləri ilə tanınıb. Səfəvilər Şeyx Zahidin nəslindən hesab olunur və o, böyük Səfəvi hökümdarı Şah İsmail Xətainin 5-ci ulu babasıdır. Səfəvi hökümdarlarının ədəbi yaradıcılığında da Şeyx Zahid dəstəxəttinin təsiri açıq hiss olunur. Bugün onun irsi ölkə hüdudlarını aşır. İran, Türkiyə, Hindistan, Çin, Əfqanistan və digər şərq ölkələrində Şeyx Zahid sufi məktəb öyrənilir. Nəsildən nəsilə Səfəvi hökümdarları Lənkəranı hər səfərləri zaman ilk olaraq şeyxin məzarını ziyarət edirlərmiş. Şeyx Heydər tərəfindən isə sufi aliminin dəfn olunduğu Siyavur kəndində türbə ucaldılıb. Sonralar dəniz səviyyəsinin qalxması nəticəsində türbə dəfələrlə su altında qalıb. Ona görə də Şah İsmail Xətai ulu babasının qəbrini Hiləkəran, indiki Şıxakəran kəndinə köçürərək yenidən məqbərə ucaltdırıb. 2018-ci ildə Lənkəranda Şeyx Zahidin anadan olmasının 800 illiyi münasibəti ilə 60 ölkənin alimlərinin iştirak etdiyi beynəlxalq simpozium keçirilib və bu simpoziumda aparılan müzakirələr nəticəsində bir daha bəlli olub ki, Şeyx Zahid həqiqətən də öz dövrünün tanınmış alimi, mütəfəkkiri və sufilik təriqətinin banisi olub. Sovetlər dönəmində isə Şeyx Zahidin adını xatırlatmaq belə qadağan idi. Hətta 1944-cü ildə türbə dağıdılıb. Məzar daşı isə Sankt-Peterburqdakı Ermitaj muzeyinə aparılıb. Bütün qadağalara rəğmən zaman ədaləti bərqərar edilib.